Rədd olsun diktator İlham Əliyev, rədd olsun Əliyev sevərlər. Mən sadəcə olaraq buradan Azərbaycan xalqına səslənirəm ki, Azərbaycan xalqı bilirsiniz ki, 300-dən çox artıq siyasi məhbus mövcuddur həbslərimizdə. Amma nədənsə mən sosial platformalarda, sosial şəbəkələrdə həmən siyasi məhbusların şəkillərini, foto şəkilləri və onlar haqqında danışıqları həddindən artıq çox az eşidirəm. Siz bunu düşünün ki, sıravi vətəndaşlar, siyasiyə qatışmayan vətəndaşlar, siz bunu düşünün ki, həmən siyasi məhbuslar ki var, həmən siyasi məhbuslar sizlərin azadlıq və demokratiniz uğrunda öz qanlarından və canlarından keçib, gəlib siyasi məhbus olublar. Və siyasi məhbus necə olublar? Diktator İlham Əliyevin onları hansısa bir iddiamlarla şərləyərək həbs etmələri, şər böhtan ataraq həbs etmələri onların siyasi məhbus olmasına gəlib nəticələnib. Amma bugün elə bir siyasi məhbuslar və siyasi məhbusların ailələri var ki, onlar biraz çoruq çəkirlər. Düzdür. Mən buradan səslənərdim ki, qeyrətli insanlara ki, ay mənim qeyrətli insanlarım, ay dəyərli insanlar, ay dəyərli şəxs. Gedib baboş kimlərə, gedib Tima kimlərə, Sako kimlərə, dünya fahişə, 3 manatlıq fahişə, dünya kimi fahişələrə yardım olunca, gedin haqq uğrunda mübarizə aparanlara gedin yardım olun. Milyonlar atırsın, milyonlar. O günləri baboşun biri 25.000 dollarlıq hədiyyə atdı. Bilirsən nə deməkdir o 25.000 dollarlıq? Hə? O 25.000 dolların hər bir 1000 dollarını siyasi məhbus və siyasi məhbusların ailələrinə sən ayırsaydın, həm Allah dərgahında sənin böyük bir hörmətin olardı, həm insanların yanında sənin böyük bir hörmətin olardı. Amma sən onu hansısa bir üzdən İraqa atırsan, həmən üzdən İraqda oturub bəhbərlə, cəhcərlə, məhmənlə oturub həmən yeməyi yiyir, hələ bir sonra da deyir ki, ağzına sıçsın sən. Başa düşdün? Amma bir çox xeyrin dəymir. Adın da olur, Petroya yardım elədin. Sən o Petroya yardım olunmağı ilə gündəmdə qalmaqdansa, heç gündəmdə qalmamağın ondan üstündür. Vallahi deyirəm.